Berdare azadara Hüseyin'in yası başlandı. Buyurun. Olunsun aleme elam Hüseyin'in yası başlandı. Cedük bir tifliden aldım Haber ayane alemdir. Dedi alma haber eymer Meharremdir, meharremdir. Bizim gözyaşımız ahar Hüseyin zahmine merhemdir. Onun lütfi bize derman Hüseyin'in yası başlandı. Hüseyin'in yası başlandı. Haberdar ey azadara Hüseyin'in yası başlandı. Olunsun aleme elam Hüseyin'in yası başlandı. Haberdar ey azadara Hüseyin'in yası başlandı. Olunsun aleme elam Hüseyin'in yası başlandı. Hüseyin bir ayrı alemdi, Hüseyin bir ayrı dünyadı. Giriftar olmuşam onda, bu da öz rüzgarımdı. Hüseyin eşkinde kalbimle vurun leyze, vurun beşle. Hüseyin'le doymuram neynip Hüseyin ateşniyem teşne. Hüseyin ateşniyem teşne. Hüseyin hasteyler insanı Hüseyin mesteyler insanı. Hüseyin hasteyler insanı Hüseyin mesteyler insanı. Hüseyin mesteyler insanı. Haberdar ey azadara Hüseyin'in yası başlandı. Olunsun aleme elam Hüseyin'in yası başlandı. Andola Allah'a əziz izləyicilər, həqiqətən xəbərsiz. Andola Allah'a. Dayı olmamoğlu gəlirdik ki, şəhidlərimizi ziyarət Mən də edək məclisə gedək. gedirəm. Bəli. Vahidli. Bax indi bu da saxlayanda dedim gəl bir ayaq saxlayaq. Bu qardaş nəşə məni cəlb eləyir. Bu adamına oxşamır. Yəni buralarda çox adam tanıyır. Gəlib biz də buranı belə vallahi şəxsən mən də xəcalət çəkirəm ki, bu şəhidlərimizin qarşısı bu cür olmalı deyil. Tam yaxından göstərə bilərsiniz, aşağısını da, yuxarısını da. Zaman yaşamır. Nəinki kəndi, nəinki kəndi. Ümumiyyətcə, siz bu kənddə qalmırsınız ki, düzdürmü? Siz bu kənddə qalmırsınız, ha qardaş, düzdür. Amma siz bunu gördünüz və ürəyiniz götürmədi. Siz təmizlənməli. Biz də həmçin. Bizim Ağdamda tədbir keçirəndə şəhid anım günü, ad günü bütün hansı şəhid, hansı kətdəndirsə o kəndin məktəbi, müəllim kollektivi, əkillə, güllə orada iştirak edir. Bəli. O cümlədən də icra nümayəndəsi, bələdiyyəsi, icra hakimiyyətinin mavini, mən hər yerdə deyirəm onu. Bəli. Allah Vaqif müəllimin canını sağ eləsin. Amin. Şəhidlər xiyabanımızın yanında şəhidlərimizin üçün mərasim edir. Sağ olun. Qadınlar üçün ayrı, kişilər üçün ayrı, namaz otağı ayrı, sanitar qovşağı, yemək pişirmək zat hamısı. Qabağında indi Allah qoysa Ağdam ayağınız düşəndə şəhidlə plaşat eləyib, Allah onun canı sağ eləsin. Amin. Bütün rayonumuzda keçirilən tədbirlərdə hamısı məktəb başda olmaqla, məktəb, icra hakimiyyətinin mavini, yəni o işlərə baxan, şəhid ailələrin işləri də şuradan. Mən başqa rayonlarda gedirəm, baxıram ki, burada heç kim yox. Deyirəm, Ağdamda, dedim, Vaqif müəllim nəfər tapşırırsa, hamı orada iştirak edir. Kənd cəmaatı. Həmən kənddə əgər xəstəxana varsa, xəstəxana, bağça varsa, bağça. Hamısı, ha. Niyə? Bu qələbəni qazananda bir yumruq olduğumuz Niyə? kimi, hamıda bir yumruq Niyə? birləşməlidir. Niyə? Çünki sabahları
Sən gedərsən Ağdamda hansısa bir məktəbə girərsən, dərsən Ağdamın isə ora gələn uşaqlar, müəllimlər hamısı mütəmadi olaraq xiyabanı ziyarət edir. Mən yenə deyirəm, mən elə dedim gəlim, bax burada Eysan veriləndə mən burada da iştirak eləmişəm, Fadım Səlimdə iştirak eləmişəm, kömək eləmişəm. Allah bütün şəhidlərimizin hamısının məqamını uca eləsin. Amin. Mübariz əmi var. Bəli. Burada Üzr istəyirəm. Qoy danışaq ondan sonra siz qabaqda gedin, xahiş edirəm yavaş-yavaş. Üzr istəyirəm, elə mən Mübarizin adını çəkəcəydim və Seyid Elman var, onun adını çəkəcəydim. o bizim Onun adını çəkəcəydim. qəhrəman oğlumuzdur. Mən onlarla Polat Həşimovun cənnətdəki mövlud günündə o Bakıda Mən də olmuşam orada. Göygöldə də olmuşam, Sumqayıtda da olmuşam. Azərbaycanın bütün bölgələrinə Çox yerdə- gedirsiniz. Bəli, Allah bəli. köməyiniz olsun. Bax, Bilirsiniz əsas məsələ nədir? Mübariz kişi sağ olsun, şəhid ataları ilə birlikdə sağ olsun. Bax, buranı bu cür ərsəyə elə bir ki gətirdilər. bəli, bura Bu qabaq, fikir onların fikri bura oldu. qabaq pis gün deyil. Çox bərbad bir Bəli. vəziyyətdə idi. Bugünkü gündə heyflər olsun ki, bilmirəm hansı tərəfdən, nə tər onu mən deyib özümü dilə dişə sala bilmərəm, belə deyim də. Siyasətə də heç vaxt qarışmıram. Burada çox işlər olacaqdı. O dediyim mərasim evdə falan da çox şey olacaqdı. Bunu niyə bura başqa qara qüvvələr müdaxilə elədi, nəyə görə elədiyini bilmirəm. İndi bax buyurub baxa bilərsiniz. Bax yenə də bax hər tərəf düz ağacın o xəzəlidir, zirzibilidir, tökülür. Bax bizdə mən həmişə deyirəm, bizdə 8 nəfər adam ayrılır şəhidlər xiyabanı. Bax bu üzr istəyirəm, bax bu işıqfordur, bayraqdır, bu asfaltdır, bax həmən bu, bax buraların bilirlər. kometlərdir. Bundan sonra olur. Məlumatlarım var. İndi siz özünüzdən heç demədiniz ki, tam özünüz haqqınızda da bir sazı olsa da deyil, elə Mən düzdür. əslən Xocavənd rayonundanam. Lafiya. Allah hamısının məqamını Amin. söyləsin. Amin. Mən 4 qardaşım 1-ci Qarabağ müharibəsində döyüşçü olub. Döyüşçü olub, ha, yəni elə belə yox. Bir qardaşım Ağcabərdin hərb polisində döyüşürdü. Orada Nərgis təpədə döyüşən vaxtı burada Seyid var, Seyid İslam. Aha, var, bəli. Ondan bir yerdə olur. Hə, Muğanımdandır. Haçsa. Bəli. Qardaşım postu qoyub getməməyə görə Hafız qardaşımız var, şeydən, Oşardan. Onunla bir. Postu qoymayıblar. 60 dənə uşaqla posta atışıblar. Erməni ilə, Nərgis təpədə. Bəli. Orada Hafiz şəhid olub, qardaşımı da yaralayıb, girov götürüblər. 9 ay o girovluqda qalıb. Yəni, deməkdə məqsədim odur ki, bu yaranı görənlər, hiss eləyənlər Bilir. ona görə Bəli, bax, ağrı bunların çəkənlər həmişə bilir yanı nə var. Bəli. deməkdir. Bəli. Həmən qardaşım 9 aydan sonra onu qardaşlarım hamısı gətirdilər. Bir erməni qızı tutduq, gətirdik, onunla dəyişdik. İndi qardaşım Qubada şəhid ailələrinə qayğı cəmiyyətin sədridir. Allah kömək olsun. O birisi qardaşım da Xocavənd rayon şəhid ailələrinə qayğı cəmiyyətin sədridir. Və elə belə oturub Əməllə. otaqda yox. Əməlləri ilə Ay. göstərirlər. Bəli, əsas odur. Qazilərimizi işlə təmin elətdirirlər. Atalarının, analarının problemi varsa onları həll edirlər. O cümlədən şəhidlər xiyabanında bəlkə də Xocavəndə ayağınız düşəndə görmüsünüz. Qəşəng güllər əkilib. Qəşəng orada da olmuşam. bulaq açılışı olubdur, bulaq tikiblər. Yenə deyirəm, bu bizim şəhidlərimizə nə ediriksə azdır. Heç Azdır. Heç çox onların azdır. Bəli. onların bir damcı. Mən həmişə orada çıxış eləyəndə deyirəm ki, ora ayağınızı basanda oraları zibilləmir. Çünki orada hər addım başı şəhidimizin qanı var. Bəli. Bəli. Şəhidimizin qanı var. Düzdür, qardaş. Və biz ona dəyər verməliyik. Biz ona hörmət eləməliyik, hörmətlə yanaşmalıyıq. Başqa ölkədən kimsə gəlib ora nəsə eləməyəcək. Onu yaşayanlardan, o həyatı Yenə yaşayıb deyirəm, bilənlərdən bu ibrət dərsi kənddə, götürməlidir. bu kənddə komxozun işçiləri vardır. Gəlsin, bura ayrılsın, bax buranı qəşəng təmiz saxlasın. 2 nəfər polunu bəsdir. Bura eləyə bilməzlər onu. Eləyə bilərlər. Yenə deyirəm, bax bizim Ağdamda 8 nəfər ayrılır. Hər səhər saat 8-dən düz axşam saat 5-ə qədər oradadır.
Sırf o şəhidlər xiyabanı. Ancaq ora. Belə də olmalıdır, bəli. Ağacların dibidi qazılır, belə qəşəng suyu, seli, qəşəng işıq idarəsinin müdürüdür, o cümlədən su idarəsinin müdürüdür. İşıq, su orada paslayanlı qaydasında. Yəni yenə deyirəm, Bizdə də var o belə bir şeylər. Burada ayrıqlar. Bizdə 3 yerdə və bir çox kəndlərdə var da, belə bir Hindaq qəsəbəsində Bəli, var, bəli, Ağzıbəd görürəm, rayonunda var. Burada da var, hamısı böyük. Burada da ayrıqlar. Bir nəfər sağ olsun, yaxşı idi. Bu amma çatdıra bilmirdi. Biz də bir könüllü deyimmi olaraq da bax incə ki, bilirəm, siz könüllüsünüz. O formada da gəlib bu ağacların içində təmizləmişik, dörmüqlə yabalamışıq, götürmüşük, zibillikxanaya aparılıb, atılıb. Nəysə də belə, amma bu günlərim çox heyflər olsun ki, bu vəziyyətdə. Nə də ki, Mübariz kişi sağ olsun hələ də, Allah ona ömür Mübariz versin. kişi ilə, Bilalla O da tək mübarizlərlə, Bilallarla, Qorxmaz Fikrət, bunlarla alınan bir şey deyil. Cəmaət hamısı əlbir olmalıdır. Bəli. Bir-birinə söykək olub, sadəcə işin düzgün aparmalıdır. Nəyəsə meylliliyi demirəm mən. Elə başlarınızla Allahı görüb, Burada da şəhidlərimizə baxıb addım atmalıyıq. Başqa bir şey yox. səhv eləmirəmsə, burada da bütün bölgələrdən şəhidlərimiz var. Tək Bəli. Ağcabədi deyil. Bəli. Mən yəni bilirəm, yəni həmişə də belə şeylərə dəyər verirəm. Mən Bir sözlə bunlar deyim, döyüşə gedəndə demir mən Ağcabədiliyəm. Mənim nə işim var Ağdamda? təbii ki. Mənim Beyləqanda nə işim var? Qardaş, bax bu 7 nəfər idi. İsmət Qayıbov dillər. Bəli. Vertolyot qəzasında hərəkət zonası. Onların da getdik burada şəkillərini əks elətdirdik Əla. ki, elə ilk dəfə şəhidlərimizdən düşənlərdən də elə bunlardır da. Allah hamısına rəhmət eləsin. Müəllim, söz çoxdur. Amma Heç danışmaqla, aylarla, illərlə də taran şey deyil. sırf ancaq bu iş Ağcabədi rayonu şəhid ailələrinin işləri üzrə şöbə müdürü. Sırf bu iş onun işidir. Bəli. Bizdə necə ki, Samir müəllimdir, Allah canı sağ eləsin. Hər bir işimizdə yanımızdadır. Hər bir işimizdə. Bizə kəlmə zəng eləyirik ki, Samir müəllim, Qorxmaz müəllim, deyin, sözünüzlə çıxsa problem yox. Düzdür. Bax bizdə belədir. İndi vallahi Bu da yəqin ki, indi nədənsə nəzərdən qaçıb, bu da yox. Biraz var, bunda da diqqət ayırırdı. Tanıyıram, tanıdığımız oldu, özdə döyüşçü olub, veterandır. veterandır. Allah O hələ kömək olsun. bütün kəndlərdə hansında varsa, Bəli. icra nümayəndələri var, bələdiyyəsi var. Ona deməlidir ki, oranı təmiz saxlayın. Orası elə. Bax bizim kəndlərdə hamısında bulaqlar var. Şəhidlərin adı. Şöhrətlərlə bizdə idi. O Bütün kəndlərdə. Bax Allahın adı haqqı. Hər səhər oradan keçəndə baxıram ki, qəşəng oranı təmizləyirlər. Kənd cəmaatı da eləyir onu. atfallar var, orada yəqin ki, yığışdırırlar inşallah. Düzələcək hamısı. Nəysə, Yenə də Allah tanış ziyarətimizi olmağıma qəbul görə eləsin. Şad oldu. Sağ ol, Sağ ol, qızım. əziz Sağ ol, qardaş. sağ ol. Allah kömək olsun. Sağ ol. Əziz izləyicilər, gördüyünüz kimi bu günlərimdə bizim səyahətimiz belə oldu. Hələ Şəhidlərimiz buranı da xiyabanını təmizlik ziyarət edəcəyik. eləmək. Qorxmaz müəllim Ağdamdan, mən Ağcabəddən Bilal. Bu günlərdə bizi Allah Taala burada birləşdirdi. Vallahi. Çox sağ olun. Allah razı olsun. Və heç hava özün göstərmir. Bu da Fikrət. Faiqin qardaşı. Sağ olun. Hələlik.